Ay arvad, bu nə işdir? Hasarın gəlib. Az bu cədə kimdir salmısan bura? Özüm mənim kişi günahım yoxdur. Biz halal iş görürük. Az belə halal iş olur, silahı çaxcam təpənizə. Səbr et qardaş, heç sanma qardaş. Səbr et qardaş. Kişi səbr elə. Başa salsın. Nə səbr az, Bakıdan durub bu Suriyaya gəlmişəm ki, şiələrin çöldə gedib başını kəsin, sizsə partlatmayın da məni. Alimimiz göstəriş verir. Alim tapşırdı a kişi. Az heç olmasa de görüm bu sələfidir yoxsa şiə. Gözüm su içmədi bundan. Kişi bu Əbu Zeydin xalis tələbələrindəndir. Hacqamətdən də dərs almışam. Xalis sələfiyəm. Ya gədə mən partladım ya bu Zeyd və qamət sənə deyib gəl arvadımla yata gədə. Kişi sakit, kişi sakit. Mən indi sənə hər şeyi başa salacağam. Demək ki, alimimiz buyurub ki, kim 50 dənə bu Suriyada döyüşən, cihad edən sələfi kişinin ehtirasını ödəsə cənnətlikdir. Az onu mən də bilirəm ya, amma burada bir dənə kişi daxı. Və 49-u hanı? Kişi səbr elə səni başa salın, başa düşsən özümüzdən üzr istəyərsən ki, bizi niyə narahat eləmirsən? Bu cihad kəbnidir. Biz müqəddəs iş görürük. Bu cihad kəbnidir. Cihad. Müqəddəs iş görürəm qardaş, sənin cəbhə yoldaşınam. Müqəddəs iş? Bəli. Cihad nicahı? Bəli. Bəs hanı silahın? Bax silahım buradadır qardaş. Bununla mən cihad edirəm. Məhz bununla qeyrətsiz şiələri öldürmüşəm. Müqəddəs iş tutanlarım, fürsətdir savab edər. Cihad nicahı. Siz Allah bağışlayın. Mən bağışladım. Bağışla ey arvad, bilməmişəm. İşinizdə olun, bağışlayın. Sələfilik gözəl dindir. Bu arvad da gözəldir, fürsətdir, istifadə elə. Bəli, siz Allah dayanmayın, müqəddəs işi davam etdirin, Allah qəbul eləsin sizdən. İnşallah. Müqəddəs işi saxlamazlar. İnşallah. Sən get, saxlamayacağıq. Ya Allah, mən də gedirəm çöldə qeyrətsiz şiələri tapım gülləliyim. Ah, sələfilik canım mənim.